Sonra digər məsələ frazeoloji birləşmələrin sinonimliyidir. Əksər abituriyentlərimiz bu qaydanı çox yaxşı bilir, amma bəzi şagirdlər var ki, bu qaydada biraz əziyyət çəkir. Düşünürəm ki, bu izahdan sonra siz də bu mövzunu daha yaxşı bilənlərdən olacaqsınız. Çünki mövzunun izahı çox rahatdır və yadda saxlanılması da bir o qədər maraqlıdır. Deməli, yoldaşlar, qaydamız budur ki, frazeoloji birləşmələrin sinonimi, antonimi, habelə amonimi məhz frazeoloji birləşmə ilə ifadə olunmalıdır. Məsələn, desəm ki, cin atına minmək frazeoloji birləşməsinin sinonimi əsəbləşmək, bu yanlış fikirdir. Çünki əsəbləşmək sözü cin atına minmək frazeoloji birləşməsinin həqiqi mənalı qarşılığı olar ancaq. Frazeoloji birləşmənin qarşılığı bir söz ola bilməz. Əsəbləşmək sözdür. Hirsindən cin atına minmək frazeoloji birləşmədir. Cin atına minmək frazeoloji birləşməsinin sinonimi olar zəncir çeynəmək. Və yaxud da gözünə kül üfürmək, gözdən pərdə asmaq. Bunlar frazeoloji sinonim olar. Amma gözünə kül üfürməklə aldatmaq arasında sinonimlik yoxdur. Gözünə kül üfürməyin həqiqi mənalı qarşılığı gəlir olur aldatmaq sözü. Ümid edirəm ki, bu izah sizin yadınızda qalacaq. Əgər hər hansısa nümunə ağlınızda varsa, hər hansısa sualınız varsa, rəylərdə qeyd edə bilərsiniz.